Herkesi salamlayıram, kanalıma xoş gəlmisiniz. Bugün sizlərə çox ləzzətli yemək resepti ilə gəlmişəm. Bu yeməyin adını bilənlər rəy bölməsində qeyd eləsin. Bu yeməyi hazırlamaq üçün ilk öncə kartofu yuyub qaynamağa qoyuram. Kartofun bişdiyi sırada mən göbələyi yuyub və soyuram. Bilirəm göbələyi yumaq olmaz deyirlər, amma mən yumamış bişirə bilmirəm. Məncə sizlər də mənimlə razı olarsınız ki, göbələdə çoxlu torpaq olur. Və qabığı soyulsa belə qumları qalır. Ona görə məncə ən yaxşısı yuyub soymaqdır. Soğanımı da xırda-xırda doğradıqdan sonra göbələklərimi doğramağa başlayıram. Mən bu formada doğradım göbələkləri, siz istədiyiniz formada doğraya bilərsiniz. Göbələklərimi doğradıqdan sonra toyuğun filesinə keçirəm. Bir hissəsi mənə yetərlidir. Toyuğun filesini doğrayıb onu da kənarda gözlədirəm. Ərzaqları doğrayıb hər birini hazır edirəm. Tavaya biraz yağ alıb soğanı qovururam. Soğanım bu formada qızardıqdan sonra doğradığım göbələkləri soğana əlavə edirəm. Və göbələkdən sonra toyuğu əlavə edirəm. Və bütün ərzaqlar bişəndən sonra, suyu da çəkiləndən sonra ən son qaymaq əlavə edirəm. Qaymağı zövqünüzə görə əlavə edin. Mən paketin yarısı qədər istifadə etdim. Qaymağı qarışdırdıqdan sonra biraz da əlavə elədim. Videoda da görünür. Qaymağı əlavə etdikdən sonra ədviyyatları da tökürəm. Ədviyyatları hər zaman öz zövqünüzə uyğun istifadə eləyin. Mən burada duz, istiot və qırmızı şirin biberdən istifadə edirəm. Qaymaqla da çox amma çox az bişirdikdən sonra kənara alıram. Pendiri də sürtkəcdən keçirdikdən sonra qabı yağlayıram. Qabı yağladıqdan sonra kartofları əlavə edib, üzərinə biraz kərə yağı, pendir və ədviyyatlardan töküb əzirəm. Düzdür, sizlər də bilirsiniz, amma yenə də nəzərinizə çatdırım ki, kartofu isti-isti əzin. Əks halda nə yağ əriyəcək, nə də pendir.
Təxmini biləsiz ki, məndə qab nə boydadır. Kartofu qaba səliqəli yerləşdirdikdən sonra üzərinə hazırladığım göbələkli toyuğu əlavə edirəm. Göbələkli toyuq o qədər ləzzətli idi ki, yavan yemək belə ləzzət etdi. Göbələyi də səliqəli şəkildə yerləşdirdikdən sonra gəlirik ən son mərhələyə. Pendiri göbələyin üstünə bol-bol yerləşdirirəm. Əlbəttə ki, bu da zövq məsələsidir. Əgər siz də pendiri çox sevirsinizsə, o zaman mənim kimi bol-bol qoyun. Amma bunun yarısını qoysaz belə yetərli olar. Hamısını tökdükdən sonra qoyuram sobaya, üzəri qızarana qədər bişirirəm. Və bu da bişmiş halı. Məncə çox ləzzətli və iştah açıcı görünür. Mən hazırlayıb ləzzətini çox bəyəndim. Siz də mütləq hazırlayıb dadına baxın. Videomu da bəyəndinizsə kanalıma abunə olmağı unutmayın. Abunə olun ki, növbəti paylaşacağım videoları qaçırtmayasınız. Bəyəni birə yazmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Videonu sona qədər izlədiyiniz üçün təşəkkürlər.